17 oktyabr 2025-ci il tarixdə xüsusi təyinatlı qüvvələrin gizri Vətən müharibəsi şəhidi Akşin Quliyevin anım günü qeyd olunub. Tədbir şəhidin doğulduğu kənddə keçirilib. Mərasimdə şəhidin ailə üzvləri, yaxınları, kənd sakinləri, rayon ziyalıları, döyüş yoldaşları iştirak ediblər. Anım mərasimi Azərbaycan dövlət himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Çıxış edənlər Vətən müharibəsində göstərdiyi igidlik, döyüş meydanında göstərdiyi qəhrəmanlıq nümunələri barədə danışıblar. Onlar bildiriblər ki, Akşin Quliyev kimi mərd oğulların sayəsində bugün Azərbaycan ordusu qalib orduya çevrilib. Tədbir çərçivəsində şəhidin həyat və döyüş yolunu əks etdirən video çarx nümayiş olunub. Daha sonra Bir orduya bərabər qəhrəman adlı kitab təqdim edilib. Kitabda Akşin Quliyevin keçdiyi ömür yolu, vətən uğrunda apardığı mübarizə və döyüş yoldaşlarının xatirələri əksini tapıb. Anım mərasiminin sonunda iştirakçılar şəhidin məzarı başına gələrək onun ruhuna dualar oxuyublar. Məzarı üstünə qərənfillər düzülüb, ehsan süfrəsi açılıb. Şəhid Akşin Quliyev vətən torpaqlarının azadlığı uğrunda canını fəda edən, adını xalqın yaddaşına qızıl hərflərlə yazdıran igidlərimizdəndir. Qeyd edək ki, şəhid Akşin Quliyev 1996-cı il dekabrın 12-sində Sabirabad rayonunun Çiçəkli kəndində anadan olub. Xidmət etdiyi 7 il ərzində bir çox xarici ölkələrdə təlimlərdə olub. 2016-cı il aprel döyüşlərində böyük şücaət göstərib. O, Hadrutun azad olunmasında böyük şücaət göstərib. Düşmən qüvvələrinin arasına sızaraq onların texnikalarını yararsız vəziyyətə gətirib, silah-sursat anbarlarını partladıb, bir neçə düşmən hərbisini zərərsizləşdirib. Bir zabitini isə əsir götürüb. Mərd, əyilməz vətən oğlu Akşin oktyabrın 16-sında canından çox sevdiyi vətən torpağı uğrunda şəhid olub. Şəhidin nəşi ordu qüvvələrimizin həmin ərazini azad etməsindən sonra tapılıb. Noyabrın 17-sində şəhidin cənazəsi 3 rəngli Azərbaycan bayrağına bükülərək doğulub böyüdüyü Sabirabad rayonunun Çiçəkli kəndinə gətirilib və böyük izdihamla dəfn olunub. Azərbaycan prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Akşin Quliyev ölümündən sonra Azərbaycan bayrağı ordeni, Vətən müharibəsi iştirakçısı, Kəlbəcərin azad edilməsinə görə, Cəbrailin azad edilməsinə görə, Xocavəndin azad edilməsinə görə, Füzulinin azad edilməsinə görə və şücaətə görə medalları ilə təltif edilib. Onun xatirəsi daima qəlblərdə yaşayacaq. Enerjili bir hərbi qulluqçuydu. Onun xətrinə dəymək biraz qeyri-müşkül idi. Həm zarafatçılı idi, həm də öz ciddiyyətini qoruyan bir hərbi qulluqçuydu. Akşinlə mən eyni qrupda istehkamçıydıq. Keçid açma zamanı hər zaman mən deyirdim ki, mən səndən qədəmliyəm, mən açmalıyam. Deyirdi, elə bir şey yoxdur. Əgər elə bir şey olsa, sən məndən qabağa girsən, döyüş meydanında keçid atsan, haqqımı halal eləmərəm. Yəni, bugünkü gündə bəlkə də kimlərsə, məsəl üçün deyirəm də, hər hansı bir yüksəkliyə çıxanda insan çəkinər ki, mən getməyim, qoy başqa birisi getsin. Amma Akşində bu bir yerdəki hərbi sursat, döyüş sursatları və istehkamçının bir səhvi onun həyatı bahasına oturacaq. Onunla belə tərəddüd etmədən hər zaman öndə getmək istəyərdi. Akşin vətənpərvərdir. Akşin ancaq köynəklərin üstündə həmişə istəyirdi ki, bayraq şəkli olsun. Həmişə işində dürüst idi. Akşin, nə deyə bilərəm, Akşin mənim qəhrəmanımdır. Mən nə qədər ağlasam da, yenə deyirəm, Akşin, sən qəhrəmanımsan mənim. Həm elin, həm xalqın, həm Azərbaycan xalqının qəhrəmanıdır, həm də mənim qəhrəmanımdır. Akşin haqqında şəxsən özüm bir ana olaraq heç kəs mənə kimi Akşin haqqında kitab yaza bilməz. Dünyanın heç bir yerində şair, yazıcı mənə kimi Akşinə kitab yaza bilməz. Yəni, Akşini mən böyütmüşəm. Ordunun yaranmasının 100 illiyindən qabaq Türkiyədə 25 dövlətdə yarış keçirdi, təlim ora getmişdi. Orada da demək birinci yerə çıxmışdı Akşin. Ümumiyyətlə Azərbaycandan gedən uşaqlar Akşin onların içində birinci yeri tutmuşdular. Akşin haqqında bunlar nə deyə bilərəm? Akşin uşaq vaxtından zəhmətkeş uşaq olub, çox. Yəni ki, mən ona nətər deyim sənə, ata bala kimi yox, nə bilim, qardaş kimi də elə bir, həmişə o mənə zəng eləyəndə ona mən qardaşım deyərdim. Deməzdim, adını deyirdim, nə bir şey, qardaş eşidirəm. Nəyə görə
zəng eləmsən, nə problem var, həmişə demək olar ki, hər uzaq 3 gündən bir o mənə zəng eləyərdi. Mən bilərdim ki, 3 günü keçibsə, bu zəng eləməyibsə, bilirdim ki, hardasa tapşırıqdadır.